Kardeşim valalardı bak. O da benim komşum tek oğlandı. Benim oğlum indirimli. Ağır dertli kardeşim, ağır. Aile mahvoldu. Bir tane balacı nəvəsi qaldı, bir tane. Yaşaya bilmirəm, çox çətindir. Xahiş eləyərdim sizdən, övladlarınıza deyin, gecə vaxtı hərəkətdə olmasınlar, maşınlar insanları ölümə götürür. Heç valideyn görməsin. Benim İldırım Həsənli oğlum 35 yaşı vardı. Şuraya 150 yaşı deyirlər, şuraya olmuş. Maşını ilerləyə bilməyib. Allah mən heç deyə bilmərəm, ancaq ağır dert. Kendinize köksem o düşün. Ehtiyatlı olun valla. Valideyn sözüne kulak asın. Benim övladım, eyni zamanda 5 övladım. Hamısı benim bağlarım. Bizim aileler için büyük facia. Ve hiç kimin ailesine bile facia yaşamak arzu edemez. Evlatlarımızı zulümle okudurup, boya başa çatırıp ve onların yanlış hareketleri onların bu faciayı getirip çıkarmasına sebep olur. Komşunun 2 oğlu, benim 1 oğlum. Dostlar, 3'ü de. İndi hazırda 3'ü de bir yerde dəfn olunurlar. Məhəmmədin rayonunda ətrafında olan cəmiyyət içində o metronun böyük hörmətə layiq bir uşaq kimi dəyərli keyfiyyətləri çox idi. Əfsuslar olsun ki, önkü hadisə inan ki bizi şoka saldı. Məhəmməd mənim oğlu, Rusifdə içirən uşaqları, Rusifasi. Uşaqlıq dostlarıdır, bir yerdə yaşayırlar, bir yerdə böyüyüblər, bir yerdə oxuyublar. Həm də qonşudular, gənc imişlər, cavan imişlər, gediblər həm istirahətlərə. Oradan gələndən sonra baş verib bu hadisə. Adam heç inanmağa gəlməz ki, yəni belə şey oldu, çox çətindir, yəni cavandırlar. Ağır vəziyyətdir, yəni Allah atasına səbir versin. Qeyd edək ki, dekabrın 7-sində Biləsuvarın Zəhmədabad kəndində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Rayon sakini 22 yaşlı Vasif Həsənlinin idarə etdiyi Lexus markalı maşın su kanalına düşüb. Qəza nəticəsində sürücü ilə yanaşı sərnişinlər 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə dünyasını dəyişib. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.